Salam, hər vaxtınız xeyir dostlar. Mənə bir neçə dəfə, hətta onlarla dəfə eyni sual gəlib ki, avtomobili şarja taxıb yatsaq və yaxud da ki, şarjda qalsa, şarj bitəndən sonra problem olarmı? Bunu video ilə cavablamaq istədim. İlk növbədə belə bir qurğu düzəltmənizi istəyərdim, yəni məsləhət görərdim. Burada nələrdir? Hal-hazırda aparata gələn voltu görürsünüz, 223 volt, amma çıxan hal-hazır şarj bitdiyi üçün dayandırıb tam özünü, sıfırdır. Yəni belə bir qurğunun müsbət tərəfləri odur ki, istilik olanda, necə deyim, voltaj aşağı olanda, yuxarı olanda və yaxud da ki, elektrik qaçağı olanda avtomatik özünü dayandırır. Hətta bir yox, 2 dənədir. Yəni eyni şeylər 2 dənədir və daha çox necə deyim, təhlükəsizlik sistemi var deyə bilərəm burada və təbii ki, torpaqlaması mütləq olmalıdır və şarj aparatının özündə də onsuz da burada saydıqlarımın hamısı şarj aparatının özündə də var. Yəni bunlar olmasa da şarj aparatında var bunlar. Onsuz da bunlar özü də yenə şey eləyəcək, necə deyim, təhlükəsizliyini qoyacaq və bunun 2 qat çoxu da avtomobilin özündə var. Yəni məcburi yazılım olmalıdır ki, şarj bitəndə və yaxud da istilik olanda, soyuq olanda, voltaj azalanda avtomobilin özündə belə o sistem var ki, yəni şarjı tam dayandırsın. Dediyim kimi, indi şarj bitib və tam dayanıb. Yəni belə olan halda günlərlə, aylarla, həftələrlə qalsa belə heç bir problem yoxdur. Çünki baxın, sıfırdır. Yəni tam şarjı saxlayıb özü. Şarj çünki dolub, bitib, şarjı saxlayıb. Bunu da sizə bölüşmək istədim.